Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da 150 çarpı aylıq Cəbrayıl rayon mərkəzi xəstəxanasının binasının tikintisi ilə tanış olublar. Bir xəbər medianın məlumatına görə Səhiyyə naziri Teymur Musayev dövlətimizin başçısına və birinci xanıma görülmüş və nəzərdə tutulan işlər barədə məlumat verib. Qeyd edək ki, bu xəstəxana binasının təməli Prezident İlham Əliyev tərəfindən 2021-ci ildə qoyulub. Ərazisi 5 hektara yaxındır. Xəstəxanada terapiya, cərrahiyyə, pediatriya, doğum, yoluxucu xəstəliklər, anesteziologiya, reanimasiya, hemodializ və digər şöbələr fəaliyyət göstərəcək. Bundan başqa poliklinika, şüa diaqnostika, funksional diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələri, klinik diaqnostika laboratoriyası yaradılacaq. Hazırda əsas bina ilə yanaşı yoluxucu xəstəliklər, hemodializ və poliklinika korpusları, təcili tibbi yardım stansiyası, həmçinin Cəbrayıl rayon gigiyena və epidemiologiya mərkəzinin və digər binaların inşası davam etdirilir.